Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Allah karşıdan gelen günlerinizi xeyrembət eylesin, işlerinizi avan dilesin, Allah'ımızdan razı olsun. Ali Aleyhisselam'ın hakkında bir nazım var. İnşallah onu okuyum sizin için. Çok değerli bir nazimdir. Ama bir mesele nəzərinizə çatdırım. Allah lənət eləsin Muaviyə kimilərə. Şam'daki halifeydi, evvel vali kimi, sonra da halife oldu. Deməli, yazıçılara, etrafında olan nəzim yazmağı bacaranlara deyərdi ki, Ali Aleyhisselam'ın fəziləti, yani aradan silmeye çalışın. Onun fəzilətlərin yazın Əbu Bəkrin, Ömərin, Osman'ın adından yazın. Yani onlar bu cür güzel emeller eləyiblər. Onlardan biri de indi size okuyacağım nəzimdir ki, Ömer'in adına yazılıb, onu bizim alimler, yani bütün meseleleri bilirler de sonradan düzeldiblər. Ali Aleyhisselam'ın adına, əsl həqiqətdə Ali Aleyhisselam'ın əməlləridir bunlar. Götürüb yazıblar Ömer'in adına. Hemen nəzim belədir. İndi mən bunu okuyuram, yavaş-yavaş qulaq asın. İnşallah bu nəzimdən sonra 2 dənə söhbət var. İmam Hüseyin Aleyhisselam'ın minada etdiyi 2 dənə deməli söhbət olacaq. O söhbətdən sonra yenə də qayıdacaq Kərbəla hadisələrinin 2-ci hissəsinə. Yəni Kərbəla hadisəsi 2 hissədən ibarətdir. Alimlərimizin buyurduqlarına görə 2 hissəyə bölüblər. Biri günortaya qədər olan hissədir ki, o günortaya qədər olan hissədə İmam Hüseyin və onun, yəni ətrafında olan səhabələri, övladları şəhadətə yetişdilər. İkinci hissə günortadan sonra baş verən hadisələrdir ki, Allah lənət edilmiş Kufə qoşunları Ömər ibn Sədin hökmü ilə, Şümür məlun kimlərin hökmü ilə deməli əsirləri, imamın, övladların, əhl-i beyti orada əsir apardılar, əsir tutdular. Onların başına nə kimi oyunlar gətirdilər, həmən hadisələr orada qeyd olunur. İnşallah, yani bu 2 dənə söhbətdən, bir də bu nəzimdən sonra söhbətimə başlayacağım Allah'ın köməli ilə. Üzü qoyardı gecələr ahi ilə Nəxlistana. Əsər eylədi münacat səsi kivanı. Yani dünyaya təsir elədi imamın bu gözəl əməli. Qəm məzlumə yanıb, qəlbi dönərdi qana. Yəni məzlumlara həmişə ürəyi yanardı, ürəyi dönərdi qana. Füqəra fikrini başdan gecələr atmazdı. Füqəra fikrini başdan gecələr atmazdı. Yatmasaydı olar asudəli yatmazdı. Gün batan vaxtda qəmlər ürəyin dağlardı. Ümmətin rəhbəri hümmət kəmərin bağlardı. Yani onlara kömək eləməyə çalışardı. Dolanıb küçələri əldə qəzaqlardı. Qəza yemək içməyə deyərlər.
Küçələri gəzərdi əlində yemək, içmək, ağlaya-ağlaya. Pasidar der məzlum idi, bidar gözü. Gözü həmişə oyaq olardı, qəlbi oyaq olardı, onların fikrini çəkərdi. Bu nihan sirri bir Allah bilərdi, bir özü. Ondaki məqsədinə zade-i mülcəm yetti. Allah lənət eləsin mülcəmə. Məscidi Küfədə öz qanına mola battı. Çox yetimlər o gecə sübhə kimi ac yattı. Bəstər oldu evində yaralı şiri xuda. Hamı biçarələrin gözləri qaldı qapıda. Var idi bir övrət, özü iftadə və pir. İftad yəni əldən düşmüş və qoca. Fələk etmişdi onun silsilə-i fəqrə əsir. Yəni kasıbçılığa əsir olmuşdu sanki. Küfədə onunla yaşardı neçə ətfal-i səğir. Balaca uşaqları var idi, səğir, kiçik uşağa deyərlər. Onları saxlamağa səy və təlaş eylərdi. Çoxu məşəqqətlə olar, əmrə məaş eylərdi. Çox çətinliklə yaşayardılar, güzəranlarını keçirərdilər. Bir günü su aparırdı evə bu övrəti zar. Cüzəni həml edə bilmirdi o məhzun-i fikar. Su qabın cınağına qoyarlar da keçmişdi. Cınağına qoya bilmirdi. Əz qaza bu Əl-Həsən ulu küçədən eyləyirdi güzar. Dizləri titrədi ta gördü həmən mənzərəni. Gözü doldu dedi Allah özün əfv eylə məni. Əfv yəni bağışla da mənim. Qabağa gəldi alıb güzəni bir qeydirya. Pirizən baxdı biduni inki imamı tanıya. Qoca qarı deməli o güzəni alan şəxsə baxdı sanki imamı tanımaq istəyirdi. Ağlaya ağlaya dildən ağaya etdi dua. Dedi Allah iki dünyanı sənə ehsan eyləsin. Leyk mürtəza ilə leykən özü divan eyləsin. Çünki hələ ağanı tanımırdı. Yəni həmən şəxsin Əli əleyhissalam olmasını tanımırdı. Ağanın qəlbi yanıb pirə zənim bu sözünə. Bir-birə vurdu əlin, əşki töküldü üzünə. Əllərin vurdu bir-birinə, gözlərindən yaş başladı axmağa. Zümzümə eylədi güya bu sözü öz-özünə. Dedi sən ki deyirsən hakim adisən Əli. Sənə nə gəldi bunlardan niyə qafilsən Əli? Əl-qərəz getdi tədarük onlara şam eylədi. Övrətin qüssəli itaminə itam eylədi. Yəni dərlərinə sanki bir dərman elədi. Ata tək odlu yanan qəlblərin ram eylədi. Ram yəni özünə vurğun, eşqli. Ata tək onları, yəni o uşaqları nazladı. Baş çəkərdi neçə yol gündə o Beytül Əzənə. O evin əhli deyərdi.
Ağamız geldi yine hemen uşaqlar sevinər. Neçə müddət dolanıbdı belə əyyam-ı zaman, ta yedik şəbi bisliyek, yəni 21-ci May Ramazan. Cümlə bir kəslərə israr nihan oldu əyan. Üçü gecəydi çıxa bilmirdi əli mənzilindən. Az qalırdı düşə biçarə yetimlər daha dildən. Haman öğrədi ki Əlidən ona lütfi olmuş idi. Əli qoynunda qalıb bəxti gülü solmuş idi. Ac yatırmışdı uşaqlar, gözü dolmuş idi. Bir şirin dil balası nalə eylədi yuxudan. Anası səslədi güya bu dil ilə o zaman. Anacan heç yuxu gəlmir bu gecə gözlərimə. Ürəyim çoxdan yıxıb bir qulaq as sözlərimə. Könlümü qüssə tutubdu, qəm alıbdı bu gecə. Bəs yetimlər atası harda qalıbdı bu gecə. O ki rafət ilə gəlib könlüm alardı anacan. Qapını hər gecə ayəstə çalardı anacan. Öz atam tək məni ağuşa alardı anacan. Nə gəlib başına bəs hardadır o kani kərəm. Gəlməsə nə yataram mən nə qəza meyl edərəm. Gəlməsə yemərəm, içmərəm. O ki dil dərdinə dərman gətirərdi kim idi? Ruhsuz peykər ilə can gətirərdi kim idi? Nan və xurma bizə ehsan gətirərdi kim idi? Nan çörəyə deyərlər. Bəxtimin şüşəsinə hicri vurub qəm daşına. Kaş bir yolda gələydi, dolanaydık başına. Gün batan vaxtı düşən vaxtı da məni ələ. Öz atam yadıma düşməzdi, xoş idim o gələ. Sözüm olsaydı deyərdim o atamdan gözələ. Heyf ola didəmə gəlmir bu gecə üç gecədir. Didəmə yəni məni görməyə gəlmir üç gecədir. Görəsən harda qalıbdı ana halı necədir? O gələndə bu məkana xoş olardı dilimiz. Dağlardı qəmimiz, möhnətimiz, niskilimiz. Şəmisiz rövşən olardı onunla mənzilimiz. Odu vurub ayrılığı qəlbimə dincəlmir ana. Üzünə gözlərim aşıqdır yuxum gəlmir ana. Mənə hər ləhzə onun mehri nigahi var idi. Mehriban idi, ürək yandıran ahi var idi. Yaxşı nurani üzü, çəşmi siyahi var idi. Ata dəy nazımı çəkdi, mənə naz öyrətdi. Üzümü öpdü, məhəbbətlə namaz öyrətdi. Nə səbəbdən anacan belə pərişan olursan? Onu səndən soruşanda niyə giryan olursan? Ana vay səslənirsən, çaki gəriban olursan. Sözü faş eylə anam, ləzzət düşübdü canıma. Olmaya incidi məndən, dəxi gəlmir yanıma. Yəni faş elə də, aşkar elə,
mənə bildir. Görüm niye gelmir yanıma. Gerçi adın demezdi mənə olum munisi can. Bir gece ki mənə verdi dizi üstünde mekan. Elin öptüm haber aldım. Nedir adın ağacan? Dedi Abdullah adım. Yani Huda bendesiye. Hamı biçarelerin dehride şermendesiye. Yani kasıb küsubların yanında günahkaram. İndi görək anası nə cavab verir oğluna. Göz yaşım tökmə balan ağlatma məni. Sıxılan qəlbimi sıxma balam ağlatma məni. Yanar odu canıma salma kül oluyub başımıza. Onu məndən xəbər alma kül oluyub başımıza. O kəsi ki bizə hər gündə edərdi ehsan. Razı olmazdı qalaq evdə həzin və nalan. Baş çəkərdi füqəraya gözü yaşlı hər an. Tanımazdık onu ümmət atasıymış balaca. Tanımazdık onu ümmət atasıymış balaca. Mürteza adı Hüseyin'in atasıymış balaca. Bilirsen ezi bala onun seyyidi ve ila kimidi. Ağlama eşküvi pak eyle deyim ta kimidi. O bize rehber idi, server idi, hakim idi. Beşerin elde gezan hükmüne ne çaresi var. Gelebilmez dahi çünkü başının yaresi var. Hiç gezilmezdi bu evden o imamın ayağı. Yüzünü tozlu görüp başı düşerdi aşağı. Ben de semteyi tanımazdım o cirami konağı. Yani o aziz konağı ben de tanımazdım. Kusteden rahat olup razını yaz üstünde. Boyanıp kanına mescitte namaz üstünde. Gerçi ondan sonra bir menzil, bu menzil olur mehbesimiz. Yani zulmet olur otağımız. Kesilip çare yolu hiç yere çatmaz sesimiz. Kufe şehrinde Ali'den sonra yok bir kesimiz. Nigaran olan veligem dağlar. Nigaran olan veligem dağlar gün dolanar. Bala sabreyle adamsız kalanın Allah var. Kimdir bir de gam mezlume eli misli yana. Küfeni elde geza, küçe be küçe dolana. Geza yeme içmeye derler. Yani kimdir ki bir de eli kimin küçeleri elinde yeme içmeyi geze fukara tapa. Atasızlara ataydı, anasızlara ana. Odu gemden gemine agah olan dil sıkılıp. Ne bizim ev onun izrinde çok evler yıkılıp. Nakl edirler ki yeri verip böyle teşhisi tabip. Çok gedip kanı süt içse hoş olar halı Habib. Bu gece hoşdur ede sübh kimi sabri şecib. Seher ömür olsa azizim koyar. Koyarın üzerine biz de bir kase süt elde giderik mezlerine. Belyeçen cibbi misirdi kerdar eli. Yani Ali Aleyhisselam'ın işlerinin misli beraberi hiç keste olabilmez. Lütuf ve ihsan eli, izzeti şersar eli.
Veli derbarı keremdir, bala derbarı Ali. Ali Aleyhisselam'ın kapısı, yani kerametli kapıdır. Bir de gel olmaza mümkün özü imdad gele. Bize baş çekmek için oğlu Hasan ve Hüseyin vardır hele. Ta beruzu kıyamet İbni Mülceme hemişe lanet. Allah lanet eləsin ona. Vesselamu aleykum ve rahmetullahi ve berekatuhu.